Salam dostlar, kanalıma xoş gəldiniz. Mən Ramin. Bu videoda daha maraqlı bir rubrikaya start verəcəm. Hansı ki sizlərə maraqlı 10 ədəd sual verəcəm. Oradan buradan, elmdən, təbiətdən suallar verəcəm və sualların cavablarını videonun axırında səsləndirəcəm. İlk olaraq onu deyim ki, bu videodakı suallar heyvanlar aləminə aid olacaq. Keçək suallara. Ərazimizdə yaşayan bu heyvan növü həm uçur, həm qaçır, həm üzür. Dişləri var, amma ət yeyən canlı deyil. Adətən bayram süfrələrində, stolumuzda, süfrəmizdə görmək olar. Tüklərindən isə yastıq kimi istifadə etmək olur. Keçək ikinci suala. Dinozavrlar təxmini neçə il bundan əvvəl nəsli tükənmişdir? Üçüncü sual. Sadiq dostlarımız olan itlər hansı nəsildən gəlmişdir? Dördüncü sual. O hansı heyvandır ki, ağızlarının içinin qara olduğuna görə onlara ləqəb qoyulur? Beşinci sual. Bu heyvan insanlar tərəfindən yaradılmış yüksək tezlikli radio dalğalarına məruz qalaraq öz yollarını hazırlar. Bu hansı heyvandır? 6-cı sual. Dünyanın ən sürətli uça bilən quşu hansıdır? 7-ci sual. Tutuquşu və qarğadan başqa üçüncü danışa bilən quş hansıdır? Sırasıyla oxşarlıq göstərən 3 heyvanın adını siz tamamlayın. 1. Çita, 2. Leopard, 3-cü. 9-cu sual. Latıncadan bizim dilə tərcüməsi zəhər olaraq bilinən mikroskopik infeksiya canlısı hansıdır? 10-cu sual. Dünyada ən yüksək səsli heyvan hansıdır? Keçək sualların cavablarına. Birinci sualın cavabı. Qazlar. İstədiyi kimi uçur, qaçır, üzür. 2. Dinozavrlar təxminən elmə daxil olmuş məlumata görə 65 milyon il bundan əvvəl meteorit yağışı nəticəsində nəsilləri tükənmişdir. Üçüncü sualın cavabı. Sadiq dostlarımız olan itlər Canis lupus, yəni ki qurtların nəslindən gəlmişlərdir. Dördüncü sualın cavabı isə çoxları elə bilir ki, qara mambanın dərilərinin üzərinin rəngi qara olduğu üçün ona qara mamba deyirlər. Xeyr, bu ilanın ağzının içi qara rəngdə olduğu üçün ona qara mamba ləqəbi taxılmışdır. 5. Bu arılardır. Arılar antinaları vasitəsilə çiçək axtararkən dalğalar onlara təsir edir və onlar yollarını hazırlar. 6-cı sual. Dünyanın ən sürətli uça bilən quşu şahin quşudur, yəni digər bir adı da qırğıdır. Saatda 350 km sürətlə uça bilir. Bunu kamera yardımı ilə insanlar ölçüblər. 7-ci sual. Tutuquşu və qarğadan sonra danışa bilən quş, bu quşun adı sığırçın olaraq bilinir. Adətən çeşidli səslər çıxarmağa bacaran bu quş adətən çöl ərazilərdə və əncir ağacı olan bölgələrdə daha çox rast gəlinir. Təbii olaraq danışa bilməsələr də insanlar tərəfindən öyrədilib bir neçə sözlər işlədə bilir. 8. Üçüncü heyvanın adı yaguardır. Çitada nöqtəyə oxşan xallı naxışları var, amma leoparda ondan sıx xallar sıx-sıx olur. Yəni naxışları biraz sıx olur. Yaguarda isə nöqtə, kənarlarında isə mötərizə şəkilli naxışlar olur. Yəni diqqətlə baxsaz bu naxışları ayırd edə bilərsiniz. Çita quruda ən sürətli qaça bilən heyvan olaraq tanınır. Balaca başı, uzun bədən və ayağı adətən cılız bir cüssəyə sahib olur. Leopard isə quruda yaşayır, dərisi çitada olduğu kimi xallıdır. Amma çitadan biraz böyük olur. Adətən ağaclarda dincəlir. Babun və s. kimi meymunlar ən sevdiyi ovlardandır. Yaguar isə bu iki xallı naxışlı heyvanlardan cüzi fərqlənir. Qaramtıl və açıq narıncı rənglərdə olur. Lakin bu heyvanlarda xallı naxışları daha çox olur. Çox böyük, yırtıcıdır. Aslanla eyni boy ölçüsündə olurlar. Adətən suda, quruda, ağacda fərq etmədən ovlanırlar. 9-cu sualın cavabı. Latıncadan bizim dilə tərcüməsi zəhər olaraq bilinən canlı virusdur. 1400-cü illərdə virulent adı ilə ortaya çıxmışdır. 10-cu sualın cavabı. Dünyada ən yüksək səs balinalara aiddir. Balinalar, göy balina alimlər tərəfindən araşdırılmış və ölçülmüş səslər qeydiyyata alınmışdır. Bu qədər dostlar. Növbəti bir videonun davamı üçün rəy yazmağı, bəyənməyi və bizi izləməyi unutmayın. Tezliklə daha maraqlı suallarla yeni bir videoda görüşmək üzrə. Sağ olun, salamat qalın. What do you think?